Azərbaycan nağılları. Deyir bir kişi var idi, çox kasıb idi. Ailəsini zorla dolandırırmış. Ailəsinin yanında xəcil olmamaktan ötürü bir ilanlı dəriyə gedir ki, ilan onu çalsın, canını qurtarsın. Dəriyə çatanda qarşısına bir qara ilan çıxır. İlan dilə gəlir ki, ay kişi, hara gedirsən? Deyir, gəlişim elə buradır. Ailəmi saxlaya bilmirəm, gəlmişəm ki, məni çalasan, öləm, oğul uşağımın yanında xəcalət qalmayam. İlan deyir, ay kişi, bax, yolla 4 nəfər atlı gəlir. Onlar padişahın çaparlarıdır. Padişah yuxu görüb, yuxu yozan axtarırlar, çıx onların qarşısına, denəm mən yuxu yozanam. Səni saraya aparacaqlar, padişah yuxusunu danışandan sonra, deyərsən padişah sağ olsun, aclıq görsənir, zəmilərindəki taxılı biçdir, elə sümbüldəcə yığdır ambarlara ki, qurt düşməsin. Onu xırda-xırda döydürüb cəmaata verdirərsən ki, aclarından ölməsinlər. Padişah sənə xələt verəcək, gələndə buradan keçib mənim də payımı gətirərsən. Kişi dərədən çıxandan sonra ilanın dediyi kimi atlılara rast gəlir. Atlılar onu padişahın huzuruna aparırlar. Padişah yuxusunu danışır. Yuxuda gördüm ki, el-oba məni qoyub qaçır. Kişi ilan deyən kimi yuxunu yozur. Padişah da kişiyə bir at verir, bir çuval da taxıl verir. Kişi qaydanda ilanlı dərədən yan ötüb deyir ki, ilandı da bir söz dedi getdi. Kişi qucağı dolu at üstündə şad-ı xürrəm evinə gedir. Doğrudan da o il aclıq düşdü. Kişinin tədbiri padişahın karına gəlir. Bir neçə vaxtdan sonra padişah yuxuda görür ki, ılxısındakı atların hamısı kişnəyirlər. Padişahın üstünə yügürürlər. Padişah yuxudan oyanıb əmr eləyir ki, yuxu yozanı tapıb gətirin. Gedib kişini tapırlar. Kişi deyir ki, siz gedin, sabah özüm gəlləm. Səhər tez ilanın yuvasının ağzına gedir, deyir, qardaş, sənə etibarsız çıxmışam, gəl məni çal. İlan deyir, yox, sənə dəymərəm, çıx get. Kişi deyir, necə gedim, padişah yenə yuxu görüb, özü də məni çağıtdırıb. İlan deyir, padişah yuxusunu danışanda belə yozarsan. Deyərsən ki, padişah sağ olsun, müharibə olacaq, yaraq yasağını, qoşununu hazır elə, amma qələbə də çalacaqsınız. Səni pay-para ilə, xələt ilə yola salacaq, qaydanda mənim də payımı gətir. Kişi gedir, padişahın yuxusunu ilan deyən kimi yozur, padişah da kişiyə bir at, bir qılınc, biraz da qızıl verib deyir, get sən də hazırlan. Kişi bu dəfə ilanın yanına gəlir. Öz-özünə deyir ki, at altımda, qılınc əlimdədir. Gedim ilanı öldürüm, pay da özümə qalsın da. Gedir ilanı çağırır. İlan kişinin fikrindən keçəni bilir, odur ki, ehtiyatla tərpənir. İlan çıxan kimi kişi qılınca əl atır. İlan qaçır, amma ilanın quyruğun yaralıyır. Bu yandan da müharibə olur, padişah qələbə çalır. Aradan bir müddət keçir, padişah yenə yuxu görür. Görür ki, göydən çörək yağır. Adam göndərib əvvəlki yuxu yozanı çağıtdırır. Yenə deyir ki,
siz gedin, mən sonra gələrəm. Bunlar gedəndən sonra kişi bir başına, bir də dizinə vurur. Bilmir neyləsin. İlanın yanına getməyə də üzü yoxdur ki. Çox fikirləşəndən sonra ilanın yanına gəlir ki, düzdür, ilan, əlimdən acıqlısan, amma padişah dara çəkincə sən məni vur ölüm. Mən yaxşılığa yamanlıq elədim, gəl məni çal, sən də çalmasan padişah məni öldürtdürəcək. İlan deyir ki, səni çalmıram. Get padişaha de ki, bolluq olacaq, əmin-əmanlıq olacaq, qurt quzu ilə otlayacaq, sonra padişah verən pay paradan mənim üçün də gətirərsən. Kişi gedir, padişah yuxusunu danışır. Kişi deyir ki, padişah sağ olsun, bolluq, bostanlıq olacaq, əmin-əmanlıq olacaq, cəmaat hamısı səndən razı qalacaq. Padişah bu dəfə də kişiyə çoxlu xələt verir, yola salır. Kişi qaydanda ilanın yanına gəlir, ilanı çağırır, deyir, qardaş, 2 dəfə mən apardım, bu dəfə payın hamısı sənindir, halal xoşun olsun. İlan deyir, qulaq as, mənə nə çörək lazımdır, nə at, nə də qızıl. Mənimki torpaqdır. Padişahın əvvəl yuxusundan aclıq tökülürdü. Sən də əlindəki payı bərk tutdun, mənə vermədin. İkinci yuxuda zaman müharibəyə hükmü vermişdi. Ona görə sən də mənə qılınc çaldın. Üçüncü yuxudansa bolluq görünürdü. Sənin də ürəyin arxayındır ki, aclıq olmayacaq, ona görə də mənə pay gətirmisən. Apar, həlalın olsun, amma bir də dara düşəndə amandır, etibarını itir.